Herkese salam, kanalıma ve yeni videoma hər biriniz xoş gəlmişsiniz. Buraların bu vəziyyətdə olmasına fikir verməyin. Bugün elə işimiz artıq təmizliyə başlamaqdır. Pərdələri çıxardacağım, pəncərələri yuyacağım. Bunun yola döşəyini götürməyəcəm hələ ki, amma üstünün paltarını, nə bilim, buraları falan hər yeri bacardığım qədər yığışdıracağım. Eyni zamanda da bu şkafı. Bir xeyli vaxt ki sizlər üçün vlog çəkməyə çalışıram. Daha doğrusu çəkmişəm, editləyib paylaşa bilmirəm. Çünki hər şey üst-üstə gəldi, xəstəlik. Əvvəl uşaqlar, daha sonra özüm xəstələndim, səsim batdı. Hal-hazırda isə təzəcə vaxt tapmışam ki, vlogu səsləndirim və sizlər üçün paylaşım. Uzun zamandır istənilirdi təmizlik vlogu və uzun vlog. İkisini də birləşdirib birlikdə paylaşmaq qərarı aldım. Və başladım evləri təmizləməyə. Düzdür, bu təmizlik bir qədər gecikmiş təmizlik vlogu olacaq. Çünki artıq bayram da keçdi. Bayram keçəndən sonra mən bu vlogu paylaşıram. Ancaq təmizliyi bayramdan əvvəl eləmişəm. Düzdür, o qədər də vaxt az qalmışdı. Yəni çox uzun vaxt əvvəl eləməmişəm bayramdan. Sadəcə 2-3 gün qalmışdı. 2-3 gün içərisində maksimum eləyə bildiyim qədər ev eşiyi təmizlədim. Əvvəldən eləyə bilmədim. Uşaqlar falan aləmdə idi, bir-birinə alınmadı. İndicə təmizlədim və indi də səsləndirib sizin üçün paylaşıram. Burada pərdələri açdım, kravatın üzərini yığışdırdım falan, oraları çəkə bilmədim. Hətta bu şkafın da çox yerini təmizləyəndə çəkə bilmədim, çünki oğlum imkan vermirdi, gəlirdi ancaq yanıma, ağlayırdı, vızvızlanırdı, xəstə olmuşdu deyə. Mən də elə bacardığım qədər haraları çəkə bilirəmsə oraları çəkdim, lap detallı olmadı. Burada uşaqların paltarlarını yığışdırıram şkafın bir tərəfinə. Burada olan paltarlar geyinilməmiş paltarlardır, yəni ümumilikdə təzə paltarlardır. Ayrı qoyuram ki, bunları harasa gedəndə falan geydirərəm, yəni ev paltarları ilə qarışdırmasın. Bu üstü yığışdırdım, buranı yığışdırdım. Buranı hələ üstünə biraz əlavə edəcəm. Qaldı sonra buranı yığışdırmaq. Sonra da o pislərə keçəcəm. Buraların vəziyyəti bu haldadır. Bu dəqiqə hamısını tökmüşəm. Amma inşallah ki təmizləyib qutararam. Buranı da belə səliqəyə saldım. Yuxarıya çantaları yığdım. Buradan belə üst geyimlərimiz falan asılıdır. Aşağıda da bir dənə çamadan var. Bu tərəfi də yine də səliqəyə saldım. Aşağı tərəfi falan. Oldu belə. İndi keçəcəyik o birisi tərəfi yığmağa. Buraları yığışdırdıqca çəkə bilmirəm, çünki uşaq imkan vermir, tez-tez gedirəm, gəlirəm, ona görə çəkə bilməmişəm mən heç bir şey. Amma son hallarını çəkib paylaşaram inşallah sizinlə. Buraların da vəziyyəti hələ ki bu vəziyyətdir. Şkafların hamısının içini yığışdırandan sonra da keçdim pəncərələri silməyə. Pəncərələri siləndə çəkdim, amma əlavə eləmədim o kadrları. Çünki baxdım ki, çox qaranlıq düşür. İçəridən çöl işığı olduğuna görə içəridən çəkmişəm mən də təbii ki. Çox qaranlıq düşürdü. Sadəcə bu hissələrini çəkə bildim. Və fikirləşirdim ki, bir gündə 2 otağı falan təmizləyib qutara bilərəm. Ancaq təmizləyə bilmədim. Sadəcə bir otağı təmizlədim. Ona görə ki, uşaqlar qoymurdu. Pəncərələri sildim, pəncərələrin qabaqlarını sildim. Sonra güzgünün qabağını falan təmizlədim. Çəkməcələrin içərisini təmizlədim. Bir xeyli iş gördüm. Hamısını çəkməsəm də bir xeyli iş gördüm əslində. Düzdür, bahar gəlir, yaz gəlir. Əslində hələ yağışlar yağacaq, bu pəncərələr yenidən bulaşacaq. Amma indi insan bahar gələndə, Novruz bayramı gələndə bayram qabağı təmizlik eləmək istəyir. Nə qədər bulaşacağını bilsəm də buraların yenidən təmizləmək istəyirəm. Keçdim buradakı paltarları da yığışdırmağa. Gətirib bir neçə gündür ki, tamamən başını buraxmışdım. Necə gəldi gətirib tökürdüm. Deyirdim ki, onsuz da təmizləyəcəm, yığışdıracağım. Ona görə elə hamısını belə, yəni necə deyim, artıq bilərəkdən səliqəsiz qoyurdum demək olar ki. Sonra keçdim çəkməcələrin içərisini təmizləməyə. Burada da əlavə lazımsız şeylər var idi. Yanıma bir klok qoydum. Onların hamısını tulladım. Uşaqların bir-iki dərmanı var idi, soska falan var idi. Onlar təmiz, açılmamış yəni şeylər idi. Onları səliqəyə saldım. Hal-hazırda da səsləndirməni təbiət qoynunda aparıram. Ona görə də arxa fondan yəqin ki, quşların səsi də düşür. Yazın gəlişinə o qədər sevinirəm ki, heç sevmirdim qış fəslini. Qışı, soyuğu, qarı. Qarın sadəcə görüntüsünü sevirdim və salam. Qalan heç bir şeyi qışla bağlı sevmirdim. Sadəcə yəni qış bitsin, artıq qutarsın deyə düşünürdüm.
Nəysə, çərşənbələr gələndə falan artıq düşünürəm ki, qış bitdi, qutardı, artıq yaz gəldi, düzdür? Bundan sonra hələ qar da yağa bilər. Yadımdadır bir neçə il bundan əvvəl yeni il yox, Novruz bayramı günü qar yağmışdı. Yeni ildə təbii ki, yağması normaldır, mən çaşdım. Novruz bayramı günü qar yağmışdı və soyuq idi, dəhşət soyuqlu, qarlı bir hava var idi. Amma yenə də düşünürəm ki, artıq mart ayı gəldisə, çərşənbələr gəldisə, deməli ki, artıq yaz gəldi. Allaha çox-çox şükürlər olsun. Qış bitdi, soyuq bitdi. Artıq yaz fəslidir. Bu arada mənim əziz, dəyərli, hörmətli izləyicilərim, hər birinizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizin ili xoş gəlsin, gözəl gəlsin, ürəyiniz istədiyi kimi keçsin, sevgi dolu, xoşbəxtlik dolu keçsin inşallah. Süfrənizdən ruzi bərəkət, gülüş əksik olmasın. Bu çəkməcələrin içərisində bir xeyli vaxt idi ki, artıq necə gəldi, qarışdırıb tökürdüm özümdə. Çünki düşünürdüm, bayram təmizliyi eləyəndə yığışdıraram, ondan sonra daha səliqəli qoyaram. Ona görə bu qədər qarma-qarışıqlıq var içəridə. Yadınızdadırsa, bir xeyli əvvəl payızda çəkdiyim vloglarda buraların içərisini yığışdırmışdım. Ondan sonra da bir neçə dəfə özüm yığışdırmışam, amma onları çəkməmişdim. Yəni qarışır. Bəzən uşağın əlindən nəyisə götürürəm, qoyuram və yaxud da elə tələsə özüm nəyisə götürürəm, qoyuram. Onda belə qarma-qarışıqlıq olur, amma indi səliqəyə saldım. Düşünürəm ki, bir müddət belə səliqəli qalar. Bir də burada bəzi yerlərdə sanki qara ləkələr qalmış kimi görünür, amma onlar ləkələr deyirlər. Bunların hamısının içərisini silmişəm, təmizləmişəm. Onlar boyalar qopub, boyaların qopmuş yerləridir. Yəni bəzilərinin içərisində boyaların qopmuş yerləri qalır. Ona görə nə qədər silsəm də, təmizləsəm də sanki qara bir iz qalmış kimi, ləkə qalmış kimi görünür. Əslində hələ ki belə baxanda bir dəyişiklik görünmür hələ də. Biraz da dağıdıb tökmüşəm, amma onu bilirəm ki, şkafların içi təmizdir, pəncərələr silmişəm təmizdir, güzgülər falan belə şeylər təmizdir. Bir dənə o hissənin güzgüsü qalıb, onu silməmişəm, çünki hələ içəriyə yığılacaq şeylər var. Bu qarışıqlığı da toparlasam, bu yorğan döşəyi hələ buradan götürmürəm, çünki bura köçə bilmirik, soyuqdur bura. İnşallah bir dəfə də belə dərindən təmizləyib bura köçərəm. Hava biraz istiləşəndən sonra. Bəlkə də onda lap dərindən təmizləmədim, yəni biraz dağılan yerləri təmizlədim. Bir aya falan yəqin ki, ən tezi bura köçə bilərik. İndi istəyirəm ki, bu üstdəki paltarları da yığışdırım, sonra bu ortalıqdan şeyləri götürüm, artıq çöldə qalan şeyləri götürüm. Sonra yerimizi süpürüm. Yəni bir də şkafların üstünü silmək lazımdır. Bundan bitir, bu otaq bitir. Düzdür, istəyirdim ki, bir gün 2 otaq eləyim, amma eləyə bilmədim. Ev yox. Bir otaq gedək. Bayramı da az qalıb. Neyək? Uşaqlar imkan vermir. Biraz da xəstələnib böyük oğlum. Ona görə çox bir şey eləyə bilmirəm. Qədər. Hər tərəfi yığışdırandan sonra da axır gəldik, çıxdıq yerləri təmizləməyə. Əslində əvvəl düşündüm ki, artıq gecə idi, saxlayım buraları, bir də sabah tozsoranlayaram, sonra da silərəm. Yəni son iş olaraq sabah səhər tezdən eləyərəm buraları. Amma sonra dedim ki, yox, da bura qədər gəlmişəm, qoy uşaqları yerləşdirim, yatdırım, sonra buraları tozsoranlayım, həm də silim, sonra yatım. Bilim ki, səhər artıq digər otaqdan başlayacağam, yəni burada heç bir işim qalmayacaq. Qəşəngcə hər tərəfi, kravatın altını, xalçanın altını tərtəmiz qatladım, qəşəngcə təmizlədim, sildim, süpürdüm, silməni çəkmədim, sadəcə toz soralamağı çəkdim və bu otaqla vidalaşdım. Bəs salam, bugünlük bitirdik, hər yeri təmizlədim. Qaldı bir dənə sabah pərdələri asacağım yerinə, bir də bu qapını siləcəm inşallah. Belə çox da çirkli deyil qapı. Yenə də bir dənə siləcəm. Təmiz olsun deyə. Qurtardıq buradan. Yerini falan da sildim. Oldu qəşəng. Bunları isə səhərsi gün çəkmişəm. Əvvəl düşündüm ki, mətbəxi eləməyim, saxlayım, bayramdan sonra təmizləyərəm. Çünki çox vaxt aparacaq, amma sonradan dedim ki, eybi yox, nə qədər çataram, o qədərini təmizləyərəm.
belə böyük bir qaba su alacağam. İçərisinə xlor töküb stəkanları falan qoyacağam ki, biraz rəngləri daha açıq olsun. Ona görə buranı bayramdan sonraya saxlamaq istəyirdim ki, burada iş çoxdur. Bütün şkafların içərisini bir-bir söküb töküb təmizləmək var. Yəni məsələn buranı görürsüz, bura normalda stəkanlar yığılan yerdir, amma uşağın əlindən nə alırıqsa hamısını gətirib bura qoyuruq və yaxud da əlimizə o arada nə gəlir çatırsa, sırf gətirib bura qoyuruq. Axır günlərsə vəbşi demək olar ki, hər gün gətirib bura salırdıq hər şeyi. Çünki düşünürdüm ki, təmizləyəcəyik. Bu arada səsim də yenə tez-tez getmək istəyir. Ona görə də üzürlü sayın məni. Hələ tam olaraq sağalmamışam, xəstəyəm. İnşallah ki, bu bayram düşərli olur. Ümumiyyətlə qızlar, bu il bizə heç xəstəlik cəhətdən uğur gətirməyib, yəni yaxşı gəlməyib. Çünki il başlayandan hamımız xəstəyik. Yəni bir nəfər xəstə olur, sonra keçir digərinə. Evdə bütün hamımızı, uşaqlı böyüklü hamımızı xəstəlik gəzir, yenidən başdan başlayır. Yəni sağaldıq deyən anda yenidən kimsə xəstələnir, qrip olur və yaxud da soyuq dəyir, yenidən xəstəlik dövr eləməyə başlayır evdə. İnşallah ki, bu son olar, artıq bitər, qurtarar. Çünki çox pis xəstəlikdir. Nə qızdırma düşmür, nə öskürək keçmir. Bilmirəm artıq necə olacaq bunun axırı. İnşallah Allah axırımızı yaxşı eləyər. Beləcə haralara gəldim, çıxdım yenə də mən bir söhbətdən qoyub başqasına hoppanıram. Nəysə, buraların hamısını, yəni əlavə şeylərdir. Hamısını yığdım, yığışdırdım. Tökdüm aşağıya. Stəkanları qoydum xlora. Çünki bir neçə dəfə istifadə edəndən sonra bilmirəm çaylardandır, ya sudandır, nədənsə stəkanların rəngi, qabların rəngi saralmağa başlayır. Bir-iki dəfə çay sürsən görürsən ki, artıq normal yuyursan getmir. Sonra burada əlavə toxumlar var idi. Göyərti toxumları, bir-iki dənə oyuncaq, qoz falan belə şeylər var idi. Onların da hamısını ayrı-ayrı yığdım. İndi inşallah gələcək kadrlarda görəcəksiniz, onları da yuxarıya hamısını yığmışam. Düzdür, yenə də deyirəm, çox vaxt apardı. Çünki mən buradan tökdüyüm hər bir şkafın içərisini tərtəmiz silirdim. Təmiz domestoslu və yaxud da xlorlu su ilə və oradan tökdüyüm qabların da hamısını yuyurdum, silirdim, yığırdım. Ona görə bir xeyli vaxt apardı. Gördüyünüz kimi burada da ayrı dənə-dənə yığıram. Bu da düşmək bilmir yerinə. Daha doğrusu dayanmaq bilmir yerində, dayanmadan düşür. Onları eləyib qutarandan sonra da keçdim digər şkafların içərisinə. Şkafların hamısının içərisini təmizlədim, üstünü təmizləmirdim buranı eləyəndə. Çünki düşündüm ki, hələ üstünü sonra təmizləyərəm. Və nə qədər qoyulacaq şeylər olacaq, açacağım, bağlayacağım, barmaq izləri düşəcək. Bu elə bir materialdır ki, barmaq izi olan kimi düşür. Əslində mən əvvəl düşünürdüm ki, bu material pisdir, barmaq izi saxladığına görə, yəni mətbəx mebelinin bu materialı adı bilmirəm nə desəm, düşünürdüm ki, o pisdir. Çünki barmaq izini saxlayır. Aşağı hissəsi matdır, mat yaxşıdır. Amma indi görürəm ki, xeyr, əksinə bu sadəcə barmaq izidir. Qalan bütün ləkələr çox asanlıqla gedir bu materialın üstündən. Amma mat olan hissəyə nəyin ləkəsi düşsə, adicə bir su düşsə belə onun izi çox uzun müddət qalır. Yəni möhkəm nəyinəsə təmizlənməlidir, silinməlidir ki, oradan getsin. Şkafların içərisində də biraz qarmaqarışıqlıq var idi. Yer dəyişmələr falan elədim, bilmirəm. Tapanda sonradan özüm də çaşacağım bəlkə də yerlərini ki, nəyi hara qoymuşam. Amma belə düşündüm daha səliqəli olur. Çünki biraz yerdə açmaq istəyirdim, boş yerdə qalsın. Ona görə ki, bəzən nəsə olur, üst-üstə qoyuruq. Yəni yer tapa bilmirik bu qədər şkafın içərisində. Çünki hər şey necə gəldi yığmışıq. O yüzden olmur. Buranı yığışdırdım. İndi keçəcəm bura və buralara. Bu hissələr də bərbad bir gündədir, amma eybi yox. Yuxarılardan tökürəm bəzi şeyləri. İndi bura keçəcəm. Bunları da xlora qoyacağam. Bu üst tərəfə yəqin ki, dəymərəm. Səliqəli bir şəkildə durub. Buraları təmizləyərəm. Sonra da bu tərəflərə keçərəm. Xeyli işim var hələ. Bir də olar. Mən siqraya qoyandan sonra xeyli iş gördüm. Bu üst gözlərin hamısını təmizlədim. Hamısını səliqəyə saldım. Ən axırda göstərəcəm. İndi keçəcəyik bura tökdüyüm şeylərə. Bura mən bir dəstə şey tökmüşəm. Qablar falan filan hər şey. İndi istəyirəm bu altları da yığışdıram. Yerin vəziyyətinə də fikir verməyin. Altları da yığışdırım. Sonra ən axırda da soyucunu eləyim. Bu üstü eləyim, pəncərələri silim.
Bundan da bura qutarsın. İnşallah ki bugün çatdıraram. Çox da eləyə bilmirəm dayanmadan, çünki uşaqlar imkan vermir. Mən məcburəm. Çox da eləyə bilmirəm dayanmadan, çünki uşaqlar imkan vermir. Biraz da oğlum xəstədir. Durmadan tez-tez yanına getməli oluram. Amma çalışacağam ki, bugün ən azından mətbəxi bitirim. Ondan sonra da keçdim aşağı şkafları təmizləməyə. Burada işlətmədiyimiz ərzaqları falan gətirib qoymuşuq. Onlar da üst-üstə necə gəldi yığılmışdı. Bəziləri açılmış, bəziləri açılmamış. Elə gətirib qoyurduq ora. Sonra da axtaranda tapa bilmirdik ki, nəyimiz var, nəyimiz yox. Düzdür, neçə dəfə buraları səliqəyə salırıq, sonra yenə də özümüz qarışdırırıq təbii ki. Amma indi düşünürəm ki, tez-tez artıq belə eləməyim, yəni bir dəfəyə saxlamayım ki, bu belə olacaq. Yəni təmizlik eləyəcəm, belə yığışdıracağam. Düşünürəm ki, gündə tez-tez 1-2 belə siyirmə və yaxud da boş şkaf yığışdırım ki, səliqəyə düşsün, yəni qarma-qarışıqlıq olmasın. Toparlanıb üst-üstə çox iş yaranmasın mənim üçün sonradan. Bu termosları da əvvəl yuxarıya qoydum, sonra düşündüm ki, yox, yuxarıda yerləri pisdir. Yuxarıda yaxşı görünmürlər, eyni şeydir təbii ki. Götürdüm aşağı şkafa qoydum. Sonra da keçdim çəngəl, bıçaq falan belə şeyləri qoyulan yerə. Əslində mən bunu bir neçə ay bundan əvvəl çox səliqəli yığmışdım, səliqəli qalmışdı, ta ki oğlum yenidən bunun səliqəli olduğunu kəşf edənə qədər. Oğlum nə vaxt gəlib görür ki, bura səliqəlidir, başlayır dağıdıb tökməyə. Amma belə necə gəldi qoyulursa, gəlib dağıdıb tökmür. Yəni çox qəribə bir uşaqdır. Oranı səliqəli görəndə dağıdır. Görür ki, yəni dağıtmalı formadadır. Amma onda heç vecinə olmur. Yəni oraları gəlib açmır. İndi mən yenə də bir ümid yığmışam səliqəli. Bilmirəm necə olacaq, nə vaxta qədər belə səliqəli qalacaq, qarışdırmayacaq oraları. Artıq boyu hər yerə çatdığına görə çox çətindir yığıb yığışdırmaq. Yəni yığıb yığışdırılmış halda saxlamaq daha doğrusu. Bəzən görürəm YouTube'da falan bəzi blogerlər izləyirəm. Görürəm ki, hər yerlər çox səliqəlidir. Balaca da uşaqları var. Necə çatdırırlar, inanın ki, başa düşə bilmirəm. Yəni axşama kimi demək olar ki, ayaq üstəyəm, axşama kimi haransa yığışdırıram, təmizlik eləyirəm, nəsə bir iş görürəm, amma sonda gəlib oturanda görürəm ki, yenə də hər yer bulaşıqdır, hər yerə nəsə tökülüb, dağılıb, yerdə qırıntılar var, oyuncaqlar yerə tökülüdür və yaxud da nə bilim, nəsə bir işim qalıb hələ də. Yəqin ki, mən gördüyüm azınlıq insandır. Yəni, əgər çoxunuz beləsinizsə, yorumlarda yazın, mən də rahat olun. Bilim ki, tək deyiləm bu barədə, bu çətinlik barədə. Çünki bəzən belə baxır, insan özünü günahkar hiss edir ki, necə ola bilər ki, hamı hər şeyə çatır, hamı hər şeyi yetişdirir bütün işlərini, amma mən çatdıra bilmirəm, mən bacarmıram. Ona görə, əgər sizdə də belə çox bəzən qarma-qarışıqlıq olursa, çatdıra bilmirsinizsə, mən yorumlarda yazın. Və nə vaxt bitəcək bu çətinliklər? Nə vaxt evimiz səliqəli qalacaq? Təxmini neçə yaşdan sonra uşaqlar sakitləşir? Onlar haqqında da öz düşüncələrinizi yazın. Ondan sonra keçdim soyucunu təmizləməyə. Əvvəl düşündüm ki, soyucunu təmizləməyi çəkməyim. Çünki bir neçə dəfə artıq bunu çəkmişəm sizlər üçün. Bir dəfə çəkmişəm bundan əvvəl. Sonra dedim ki, yox, mətbəxi təmizləyirəm. Zaten bu işi də bunun arasında görürəm. Bu elə çəkim. Yəni, onsuz da bu vlog təmizlik vlogudur. Və burada ancaq nə eləmişəmsə, təmizliklə bağlı nə işlər görmüşəmsə, onların bir hissəsini çəkib paylaşmışam. Soyuducunun içərisində hissə-hissə boşaltdım. İçərisində bir, qapağını bir. Çünki ayrı-ayrı boşaltmamın səbəb o idi ki, stolun üstündə artıq yeri yox idi. Ona görə bir hissəsini boşaltdım, şüşələrini çıxartdım, təmizlədim. Xeyli vaxt idi ki, təmizləmirdim. Bəlkə də bir ay idi, bir aydan da bəlkə çox olardı ki, içərisini yumurdum, təmizləmirdim. Elə-belə yalandan üstdən silirdim, vəssalam. Vaxt tapa bilmirdim. Həm də əvvəlki vloglarımda məncə sizə demişdim, soyuq idi. Soyuqda da buralarda iş görmək olmurdu. Hətta görürsünüz, indi burada da yenə kurtka geyinmişəm, evin içərisində kurtka ilə iş görürəm. Çünki o qədər soyuqdur. İnsan buralarda heç bir şey eləmək istəmir. Üstəlik də xəstəlik imkan vermirdi bizə. Xəstə vəbşi gəlmək istəmirdim.
Kaşki pərdələri açmaq qədər, yerinə taxmaq da bu qədər asan da olardı. İnanırsınız ki, qızlar, pərdələri açıram. Yəni sadəcə yerindən dartıb çıxardıram, amma yerinə taxana qədər çiyinlərim, qollarım qırılır. Bəzən yoldaşıma deyirəm, yoldaşım da ki, taxdığı vaxt olur, taxmadığı vaxt da olur. Nəsə çox çətin işmiş kimi gəlir bu ona. Boyum çatmadığına görə mən də əziyyət çəkirəm. Üst-üstə nələrsə qoyuram, çıxıram. Nəysə, keçdim pəncərələri silməyə. Bura artıq mətbəxin pəncərələridir. Axşam idi. Ona görə də pəncərələri siləndə normal düşürdü. Gündüz pəncərələri siləndə o qədər də normal düşmür. Çünki gündüz pəncərələri siləndə çöldən işıq gəlir və həmin işıq içəridən qaranlıq göstərir. Elə. Ondan sonra da keçdim meyvə səbətini yığışdırmağa. Bunun adı meyvə səbətidir, amma yumurtaları da bura yığırıq. Çünki soyucuya qoyanda soyuq olur, bəzən donur. Yəni gündəlik alırıq, gətiririk, işlədirik, burada saxlayırıq yumurtaları. İkinci gözünə də meyvələri yığıram. Evdə olan çürümədən qalan meyvələr bunlar idi. Biz çox da meyvə yemirik, bəzən çürüyür, qalır meyvələr. Ona görə də elə olanları bura yığdım. Aşağı gözdə də soğan, kartof, belə bir şeyləri yığıram, qoyuram. Tam olaraq özünə qoymuram, yəni səbətin özünün içərisinə qoymuram. Çünki səbətin özünün içərisinə qoyanda bir dəfə qoymuşam, gördüyünüz kimi artıq sanki ləkələr düşüb. Çünki orası dəmirdir, aşağı hissələri, ora ləkələr düşür. Həmin o ləkələr sonra getmirlər. Ona görə belə klokların içərisinə qoyuram, onları düzürəm. Yəni tulluyuram daha sonra. Klokun içərisinə düzüb sonra tulluyuram klokları. Kirləndikcə, xarab olduqca, içərisinə zirzibil çox yığıldıqca vaxtı-vaxtında təmizləyib tulluyuram. Bunu da belə qəşəngcə səliqəyə saldım, içərisini təmizlədim, sildim, yeni klokları əlavə elədim. Biraz əlavə soğan, kartof bunlardan əlavə elədim və yığışdırıb qoydum yerinə, yəni pəncərəyə. Aşağıya qoymuram, çünki aşağıya qoyanda uşaqlar gəlib içindəki şeyləri götürürlər və yaxud da aşırırlar, ona görə olmur. Ondan sonra keçdim aspiratorun dəmirlərini yumağa. Səs yazıram, oğlum qıraqdan oyuncaqla oynayır deyə onun səsi də çıxır. Ona görə də əlavə səslər üçün hər birinizdən üzr istəyirəm indidən. Aspiratorun bu hissələrini də tez-tez çıxardıb yuyuram. Bəzən saralmalar olur, yemək yağları falan ilişir qalır, amma domestosla təmizləyəndə çox rahatçılıqla çıxır gedir. Buradan sonra da keçdim qazın üstünü təmizləməyə. Qazın üstünü tez-tez təmizləyirəm, amma axır 1-2 gün idi ki, dərindən belə təmizləmirdim. Elə üstdən silirdim ki, onsuz da təmizləyəcəm. Axır günlər ancaq elə deyirdim. Axır həftələr az qala elə deyirdim ki, onsuz da təmizləyəcəm, onsuz da təmizləyəcəm. Çox da dərinliyinə getməyim və təmizlədim axır ki. Buranı da qəşəngcə domestosla sildim. Yağmış yağ ləkələri falan filan belə şeylər hamısı getdilər. Sonra üstünün şeylərini də yudum, təmizlədim. Xanımlar, əgər bilən varsa ki, mən bunları necə əvvəlki vəziyyətinə gətirim, parıldasınlar, bir zəhmət yorumlarda mənə yazsınlar, öyrətsinlər. Yəni o üstünə qoyulan dəmirləri necə eləyim ki, ağ ləkə kimi qalmasın. Sonra keçdim sobanın içərisini təmizləməyə. Çox da belə kirli bir şey yox idi, çünki hər istifadədən sonra onsuz da yuyuram, təmizləyirəm, üzərini silirəm. Ona görə bir ləkəsi yox idi. Yenə də amma üstündən keçdim ki, detaylı təmizlik eləmişkən bu da təmizlənsin. Mətbəx işlərindən ən axırıncı gördüyüm işlər də mətbəx mebelinin üzərini silmək oldu. Bayaq dediyim kimi bunların üstlərini silməmişdim, sadəcə içlərini təmizləmişdim. Silmək üçün də uşaq şampunundan istifadə edirəm. Bunu mən baldızım demişdi, o da Instagramda görüb, daha doğrusu atmışdı mənə. Mən də yoxladım, gördüm ki, həqiqətən də uşaq şampunu ilə silib, sonra üstündən qurulayanda heç bir ləkə, iz, heç nə qalmır. Yəni tərtəmiz olur. Əsas da ki, belə gördüyünüz kimi parıltılı materiallara, kafellərə və yaxud da stolun üstündə belə şeylərə heç bir iz qalmır. Əksinə, iz qalmamaqdan da əlavə, yəni barmaqla belə iz salmağa çalışanda həmin o izlər də qalmır. Yəni uzun müddət parıltılı, çox qəşəng, təmiz vəziyyətdə qalır. Hətta digər belə parlaq mebellərə falan istifadə etmək olar. Hətta səhv eləmirəmsə mən bunu güzgünü siləndə görmüşdüm. Düzdür, güzgüdə özüm yoxlamamışam. Onu güzgünü siləndə görmüşdüm. Bu hissələri isə domestosda əlavə elədim silməyə, çünki burada ləkələr var idi. Bayaqdan şey qoymuşdum. Sonra çaynikin ləkələri falan düşmüşdü, eləmişdi. Onları domestos daha yaxşı aparır. Artıq səs yazıram. Video o qədər uzun olub ki, dilim dolaşır. Səs yazanda da bayaqdan neçə dəfə eyni yeri yazmışam, silmişəm. Proqram nədənsə bəzən
öz-özündən çıxış verir. Ona görə uzun çəkdi. İstəyirdim ki, bu vloqu tez bir zamanda səsləndirim, atım. Çünki dünən də bir göndəri paylaşdım və hər kəs istədi ki, tez bir zamanda uzun bir vloq atım. Mən də uzun bir təmizlik vloqu çəkmişəm, amma editləyib qutara bilmədim, ata bilmədim. Amma istəyirəm inşallah bu gün artıq tamamilə səs yazmasını da eləyim, sizlərin qarşınıza təqdim eləyim. Sizlərdən isə bir dənə tək ricam odur ki, kanalıma abunə olun və videolara baxdıqdan sonra like atmağı, yəni bəyənməyi və yorum yazmağı unutmayın. Çünki bunlar mənim üçün daha çox lazım olan bir şeylərdir. Yəni nə qədər yorum yazılsa, abunə olunsa və like qoyulsa, onda videonun daha çox insanın qarşısına çıxması ehtimalı böyüyür. Yəni mənim üçün çox önəmli bir şeydir. Sizin üçün adi bir hərəkət ola bilər, amma mənə önəmlidir. Ona görə də bunları məndən əsirgəməyin, dəstəyinizi məndən əsirgəməyin. Bu maçalka ilə də mətbəxin hər yerini demək olar ki, dahi sildim. Ən axırda dedim ki, yox, buranı da bundan silim, atım bunu. Makanın içərisində bundan qəşəngcə yudum, təmizlədim. İndi baxıram necə yumuşamsa, dayanmadan ancaq maçalkanı yuyuram. Amma orada sürətlənmiş halıdır, yəni təmizləmişəm, qəşəngcə yumuşam içərisini. Başqa da heç bir şey. Buranı təmizlədim, qutardım. İçərisini təmizlədim. Məncə bundan sonra bir iş görmədim elə mətbəxdə. Vəssalam, mətbəx bitdi. Düzdür, yoruldum. Amma bitdi. Pəncərələri sildim, pərdələrini sabah taxacam inşallah. Oradakı meyvə səbətini falan təmizlədim. Qabların hamısını xlora qoydum. Qaz, soba falan. Bunların içləri də çox səliqəli oldu. Düzdür, burada yenə biraz qarışıqlıq var. Gündəlik istifadə etdiyimiz şeyləri qoymuşuq bura. Amma digər yerlər falan hamısı çox qəşəng səliqəyə düşdü. Məsələn, buraları belə elədim. Sonra bunlar, qablar falan hamısı səliqəli, yeri yerində oldu artıq. Buralar falan hər şey. Xeyli boş yer çıxartdım. Məsələn, bu tərəf, baxın bura. Demək olar ki, boşdur. Çay dəsmallarını gətirib yığacam bura. Aşağılar da yenə səliqəyə saldım. Qaşıqlar falan səliqəli oldu. Çoxdan qarışmışdı bir-birinə. Belə, burada da boş yer qaldı. Burada səliqəyə düşdü. Burada çox səliqəli oldu. Yəni, nisbətən burada qazanlar falan da hamısı yeri yerinə düşdü. Artıq bir-bir göstərmirəm. Altlarına o şeyləri qoyuram ki, biz peçin üstünə qoyuruq qazanlar. Ona görə şey olmasın, qarası keçməsin meyvələ. Qaldı bir dənə yerini təmizləmək. Artıq gecdir, ona görə bugün eləyə bilməyəcəm buranı. Sabah inşallah yerini də təmizləyib siləcəm, bir də qapını siləcəm. Bundan qutaracaq mətbəx. Qədər. Burada da ştativim qalıb. Mənim işimi çox görür. Çox rahat. Bacımın oğlundan almışdım bunu. O da Temu'dan alıb. Çox qəşəngdir. Çox rahat bir şeydir. Həm balacadır, rahat yer tutmur. Qatlayıb istənilən yerə qoymaq olur. Həm də ki, boyu falan da mənim üçün tam idealdır. Yəni stolun üstünə qoyub rahat işimi görüb, eyni zamanda da çəkiliş edə bilirəm. Belə. Qəşəngdir. Önümdə salfetka qalıb, bunu da atacam. Arxada da bankalar falan yenə düşüblər. Onları da qoymaq lazımdır yerinə. Tripodumu da qoyuram bura. Qoya bilmirəm. Tripodumu da qoyuram bura. Və bunu da bağlayaq. Ötə gündən hər kəsə salam. Bugün çəkməmişəm, çəkiliş aparmamışam, amma xeyli iş görmüşəm. Bu pəncərələri silmişəm. Bu otağı təmizləmişəm, yerini falan silib süpürmüşəm. Düzdür, uşaqlarla çəkiliş eləyə bilmədim. Bu şkafları da düzənlədim. İndi içərisi qaranlıq düşür. Yəni bunları da düzənlədim. Üstündə bağlayırıq ki, bəzən toz falan olur, çirklənir, onu da çıxarıb yumaq olmur. Belə, buraları falan hamısını təmizlədim bugün. Düzdür, hələ burada peç var. Odun yandırırıq, ona görə təbii ki, çirklənəcək, amma yenə də bu dipçəyi də çıxardacağım, yəqin ki, üstündə dərmanlar falan var.
Uşağın əlindən götürüb ora qoymuşduq. Pərdəni açdım buradan. Atdım yuyulmağa. Həssalam, bu otaqdan işimiz bitdi. Ondan sonra keçdim bura. Buranın qapısını örtüm. Buranın qapısını örtək. Ondan sonra keçdim bura. Burada da pərdələri açdım. Dipçəkləri indi çıxardırdım, daşıyırdım çölə. Çəkiliş eləyə bilmədim çünki uşaqlar imkan vermədilər. Buranın üzlüyünü götürdüm, atdım yumağa. İndi istəyirəm pəncərələri, qapını falan silim. Bu gülləri daşıyım, hamısını həyətə yığım. Ondan sonra yeri əgər çatsam bugün keçərəm bu zalda təmizləyərəm. Bu otaq, bura və bura olub. Bura olmayıb, yox. Bura indi otururuq, hələ eləməmişəm. Ondan sonra qalır bu otaq, hamam, tualet, mətbəx oldu və zal. Zalı bilmirəm, bayrama qədər təmizləyə bilərəm ya bilmərəm. Əslində təmizlənsə yaxşı olar. Amma təmizlənməsə də olar. Və niyə belə eləyir bunun işığı yananda? Belə bir dənə üstdən yığışdırmaq olar da, yəni yığışdırsam yaxşı olar. Bəlkə də pərdələri falan yumadım heç. Belə. İndi gedim başlayım işimə. Yəni bura. Burada zalın pəncərələri soyuq olduğuna görə çöldən biz bütün gülləri gətirib evə yığmışdıq. Əslində evə yığmamıza baxmayaraq evin də içərisi çox isti deyildi. Yəni bu hissələr soyuq idi. Ona görə elə burada da çox da yaxşı qalmadılar, saraldılar falan. İndi inşallah yazda yenidən hamısı yaşıllaşarlar, düzələrlər havalar isindikcə. Bu gülləri də hamısını düzdüm aşağıya pilləkənin yanlarına. İnşallah onları da çəkərəm, sizə göstərərəm. Səliqəli bir şəkildə həyəti təmizləyərəm. Əslində həyəti süpürdüm, təmizlədim, amma onları çəkə bilmədim. Çünki tələsikdə çəkdim, qonaqlarımız falan gələcəkdi. Mən də elə ancaq tələs-bələslə o işləri gördüm. Artıq eyni zamanda video çəkməyə vaxt eləyə bilmədim. Bunları çəkdim, bu qədər çəkə bildim, bu qədərini də sizin üçün paylaşdım. Yəni nəyi çəkə bilmişəmsə o qədərini paylaşmışam. Pəncərələri sildim, qapının başını, yuxarı hissəsinin pəncərəsini sildim. Burada sevmədiyim bir şey var bu qapıdan. Yəni qapının bir hissəsinin pəncərəsini silmək olur, digər hissəsini isə əsla silmək olmur. Çünki dəmirlərin arasında da nə qədər eləyirsənsə adamın əli normal girmir. Yəni bir hissə biraz yerini silmək olur. Ona görə nə qədər buranı silsəm də əslində çirkli görünür. Ondan sonra da qapının özünü silməyə başladım. Qapının içərisində parlaq materialdır. Ona görə oranı da uşaq şampunu eləyib elə sildim. Çünki el olanda parlaq yerlər daha təmiz görünür və heç bir iz qalmır. Bayaqda dediyim kimi. Sonra keçdim qapıları silməyə. Qapıların adətən yuxarılarında yox, aşağılarında uşaq tutub açdığı üçün və yaxud da barmaq izləri qaldığı üçün, yəni əli çirkli əllərini vurduğu üçün izlər olur. Yuxarı hissələrində heç bir ləkə olmur. Sadəcə elə belə toz falan elə ola bilər. Ona görə aşağı tərəflərində çox izlər olur. Həmin o izləri də təmizlədim, sildim qəşəngcə. Ondan sonra uşaqları yatdırdım və keçdim gecə bu qarmaqarışıqlığa. Bu kadrlar çəkəndə bilmirəm gecə saat 1 idi, 2 idi, neçə idi. Amma yenə də dedim ki, başlamışamsa bitirməliyəm. Buna görə buranı da qəşəngcə təmizlədim. Burada həm dərmanları qoyuruq, həm də bir tərəfdə şəkil albomları, kağızlar falan. Mənim bir-iki dənə testim, kitabım falan belə şeylərim var. Düzdür, əslində ayrılmalıdır. Kitablarımı aparıb başqa yerə qoymalıyam. Amma da o qədər dərinliyinə getmədim. Gecə idi. Yəni siz də mənə anlayın ki, bütün günü yorulmuş bir insan gecəni Allahdan axtarır ki, sakitçilik olsun və gedim yatım. Amma mən gündüz buraları açmaq o qədər mümkün olmadığı üçün oğlum gəlib qarışdırır. Yəni uşaqlar imkan vermirlər. Burada da dərmanlar var, iynələr falan belə şeylər var. Oranı aça bilmədiyim üçün məcburam buranı gecə təmizləməyə, gecə açıb tökməyə. Ona görə bacardığım qədər səliqəyə saldım. İçərisini sildim, dərmanları ayırdım, lazımsızlarını, vaxtı keçənlərini atdım. Hal-hazırda yararlı vəziyyətdə olanları da yenidən yığdım yerinə. Ondan sonra da buranı da qəşəngcə örtdüm və bununla da zalın təmizliyi də bitdi. Digər otaqları da əslində yığışdırmışdım, ancaq onları çəkə bilmədim. Dediyim kimi uşaqlar xəstə idilər və imkan olmadı çəkiliş eləməyə. Yəni bu qədər alındı təmizlik vloqumuz, inşallah yenidən təmizlədikcə çəkərəm.
Və bu qədər, bura qədər məni izləyən hər kəsə çox-çox təşəkkür edirəm. Hər birinizi çox sevirəm. Yaxşı ki varsınız. Bu istədiyiniz uzun video oldu, təmizlik vlogu oldu. Hər birinizdən dəstək gözləyirəm. Yorumlarınızı, like'larınızı əksik etməyin. Hər birinizi çox sevirəm. Bayramınızı yenidən təbrik edirəm. Uğurlu, düşərli olsun. Öpürəm. Hələlik.